Cənab müəllim, Qərbi Azərbaycan əsrlər boyu Azərbaycan ərazisi olub, Azərbaycanlıların qədim yurd yeri olub. Orada Azərbaycanlıların tarixi mədəniyyəti, zəngin mədəniyyəti, dövlətçilik siyasəti formalaşıb. Ancaq zaman-zaman deportasiya olunublar Azərbaycanlılar öz torpaqlarından, deməli, etnik təmizlənmə aparılıbdır. Bax, bu Azərbaycanlıların yenidən ora qayıtmasının hüquqi əsasları varmı? İlk növbədə təşəkkür edirəm dəvətinizə görə. Heç şübhəsiz doğru buyurdunuz ki, Qərbi Azərbaycan bütöv Azərbaycan ərazisinin tərkib hissəsidir. Bu ərazi, indi Qərbi Azərbaycan anlayışı böyükdür. Çünki bütün tarix Azərbaycan torpaqlarını götürəndə bu 450-500 min kvadrat kilometrə qədər ərazini əhatə edir. Söhbət sırf Azərbaycan xalqının bu torpaqda yaşaması, formalaşması, xalqdan millətə çevrilməsi prosesi çox uzun minilliklər ərzində baş verən bir prosesdir. Və Qərbi Azərbaycan ərazisi də bu prosesdə bilavasitə bir məkan olaraq iştirak edib. Məsələnin maraqlı tərəfi odur ki, qeyd etdiyiniz həmən ərazilər, Qərbi Azərbaycan biz götürürük Şimali Azərbaycanın qərb hissəsi. Çar Rusiyasının işğal planlarında Cənubi Qafqaz ərazisi olduğu üçün bu ərazilərin işğalına başlanılıb 1801-ci ildə. Və Qərbi Azərbaycan ərazisinə də hücum elə 1801-ci ildən. Çünki Qazax və Şəmşədil sultanlıqlarının qərb hissəsi İrəvan xanlığının ərazisi idi. Və ona görə də bu məsələlərə baxdıqda işğal heç də asan başa gəlməyib. 4 yürüş olub. 3 yürüşlər Ruslar, Çar ordusu məğlubiyyətə uğrayıb. Yalnız 1827-ci ilin oktyabrında xəyanət nəticəsində İrəvan şəhəri işğal olunub və işğal olunduqdan sonra isə Azərbaycan xalqı təhqir edilərək, bu ifadəni də təsadüfən işlətmirəm. Ermənilərin, o zümrənin bu torpağa həm tarixi, həm etnik və arxeoloji, numizmatik, epiqrafik demək istiqamətlərdən, elmi istiqamətlərdən yanaşdıqda onların bu torpağa aidiyyəti yoxdur. Və burada 1828-ci il mart ayının 21-də Novruz bayramı günü 1-ci Nikolayın fərmanı ilə qondarma erməni vilayəti yaradıldı. Bu təhqirdir. Və bura köçürülən ermənilər, daha doğrusu köçürmə prosesi kütləvi xarakter aldı. Siz təsəvvürünüzə gətirin, Qacarlar dövləti ərazisindən köçürülən ailələrin yaxud əhalinin sayını götürsək 40 min nəfər. Osmanlı İmperiyası ərazisinin köçürülənlərin sayı 85-90 min arasında demək. Bunu o dövrün Çar məmuru, mənşəcə fransız, amma Rus məmuru, Çar məmuru Chopin'in tərtib etdiyi, 1830-cu ildə tərtib etdiyi həmin o demək topluda bilavasitə özləşini tapıb. Rəqəmlər onun rəqəmləridir. Və ondan sonra 12 il bu mövcud olub. İndi maraqlı tərəf nədən ibarətdir bu prosesdə? Rus generalları Paskeviç, Vilyaminov və digərləri bu prosesdə iştirak etdiklərinə görə ermənilərin kimliyi ilə bağlı çox müfəssəl məlumatlar verirlər. Bu riyakarlıq istər onlar Səfəvi dövlətinin tərkibində olarkən, istər Osmanlı dövlətinin tərkibində olarkən, düşmənlər tərəfindən bu dövlətlərə qarşı, bu iki qardaş dövlətə qarşı, bir millətə qarşı bu ermənilərdən bir canlı ölüm aləti olaraq istifadə ediblər. Bu da bu tarixi mənbələrdə öz əksini tapıb. Və nəhayət 1840-cı ildə erməni vilayəti ləğv edilir və bunlar, çünki Çar Rusiyası yeni ərazi inzibatı bölgüsü həyata keçirdi və 1846, 1846-49-cu illərə qədər Cənubi Qafqazda təşkil olunan Kaspi vilayəti, Gürcü
Emiriyya demək vilayəti bunların tərkibinə daxil olub həmin ərazilər. Amma 1849-cu ildə 1-ci Nikolayın fərmanı ilə yeni inzibati bölgə yaranır İrəvan quberniyası adında. Və onu da qeyd edim ki, Rusların işğalı zamanı, Çar Rusiyasının işğalı zamanı adların dəyişdirilməsi prosesinin əsası qoyulub. 1804-cü ildə onlar Gəncə xanlığını ələ keçirəndən sonra Gəncənin adını dəyişdirib qoydular Yelizavetpol və 1827-ci ildə isə İrəvan xanlığını işğal edəndən sonra qədim Azərbaycan şəhəri Gümrünün adını dəyişdirib qoydular Aleksandropol. Yəni bu prosesi ermənilər həm də Çar hökumətinin verdiyi fərmanlar əsasında özlərinin istədiyi şəkildə dəyişdiriblər. 1917-ci ildə Rusiya imperiyası o dağıdıldı, süquta uğradıldı. O qüvvələr tərəfindən ki, hansı ki, demək Azərbaycan neft sənayesində təmsil olunan Avropanın maliyyə mağnatları tərəfindən və ermənilərdən onlar çox geniş surətdə istifadə edilir. Mən bu məsələləri Avropada çap etdirmişəm. Bəli, İtaliyada mən bunları çap etdirmişəm İngilis dilində. Məsələnin maraqlı tərəfi odur ki, Çar Rusiyasını süquta uğratdıqdan sonra 1917-ci ilin martın 6-sında Cənubi Qafqazı idarə etmək üçün xüsusi bir idarə yaradıldı. Və 17-ci ilin martından həmin ilin oktyabrına qədər demək ki, həmin xüsusi idarə etmə təşkilatının nəzarətində oldu və 17-ci ilin oktyabrında həmin dediyim qüvvələr tərəfindən Rusiyada həyata keçirilən hərbi çevriliş nəticəsində bolşeviklər hakimiyyəti ələ aldı. Və bu əraziyə həm də Birinci Dünya müharibəsində çox saylı miqdarda təxminən 450 minə qədər erməni toplaşmışdı. Söhbət Gümrü şəhərindən və onun ətrafındakı ərazilərdən gedir. Bu ərazinin ümumi sahəsi təxminən 8000 kvadrat kilometrdir. Və 1918-ci ilin mayın 29-unda, bilirsiniz ki, 28-də Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannaməsi qəbul olunub və Xalq Cümhuriyyətinin yarandığı elan olunub. Amma ondan bir gün sonra bağışlanılması mümkün olmayan, bir də təkrar edirəm, bağışlanılması mümkün olmayan qərar qəbul olunur. İrəvan şəhəri və onun ətrafında olan 9000 kvadrat kilometr ermənilərə güzəştə gedilir. Çünki 18-ci il mayın 29-una qədər Cənubi Qafqaz ərazisində Ermənistan deyilən bir subyekt olmayıb. Beynəlxalq münasibətlərin bir subyekti olmayıb. Heç bir hüquqi və tarixi əsası yoxdur. Güzəşt Azərbaycan xalqına çox baha başa gəldi. Çünki bunun nə hüquqi əsası vardı, nə tarixi əsası vardı. Çünki bu məsələlər bizim tərəfimizdən çox geniş şəkildə araşdırılıb. O cümlədən Milli Məclisin indi demək üzvüdür, millət vəkili, tarix elmləri doktoru Vasif Qafarov tərəfindən çox genişliyinin tədqiq olunub. Bu məsələlər arxiv sənədləri əsasında öz əksini tapıb. Mən İrəvan şəhərinə bağlı orta əsr dövrünə aid olan bir demək sənədi adını çəkmək istəyirəm. Demək Osmanlı ordusunun səllaməçisi İbrahim Səlimzadənin çox maraqlı bir ifadəsi var. O İrəvan şəhərini görür, belə bir ifadə işlədib. İran və Turan, Şirvan və Naxçıvan, mülk-i Azərbaycanın gözünün nuru İrəvan, abır həyası İrəvan. Mən də bu sualı həmişə verirəm. Bu şəhəri, bu abır həyanı, ləyaqəti niyə güzəştə getdiniz? Siz Azərbaycan xalqından bunu soruşmuşdunuzmu? Yox. Məsələ orasındadır ki, bu güzəşt sonradan Sovet Rusiyası, hansı ki, Rus xalqı, Rus milləti tərəfindən yaradılmayıb. Onların rəhbərləri tərəfindən Azərbaycan torpaqları hərraca qoyuldu. Cənab Prezident çox doğru və düzgün olaraq Əl-Ərəbiyyə telekanalına müsahibə verərkən belə bir ifadə işlətmişdi. Sovet Rusiyası Azərbaycanı işğal etdi. Bir çılpaq bir həqiqətdir. Bunu kimsə təkzib eləyə bilməz. Mən bir məqama da toxunmaq istəyirəm, bu adların dəyişdirilməsi məsələsində. Rəsmi olaraq, dedim, Çar hökumət tərəfindən atılan addım sonradan Rusiya, Sovet Rusiyası tərəfindən rəsmiləşdirildi. Və 1924-cü ildə
demək Tamanyan daha doğrusu adında bir memarı Peterburqdan ermənilər dəvət edir və 24-cü ildən başlayaraq İrəvan şəhərinin siması tamam dəyişdirilir. Tamam dəyişdirilir. İndi həmin şəhərdə Azərbaycan xalqına məxsus olan bir abidə var ki, onu da fastılaşdırıblar. Söhbət Göybəçiddən gedir. Və onu da xatırladım ki, demək ermənilərin 18-20-ci illərdə toponimlərin dəyişdirilməsinə bağlı 11 qərar olub. Üzr istəyirəm, 17. Ondan sonra isə 20-ci ildən 36-cı ilə qədər 11-in dəyişiblər. Amma 36-cı ildən başlayaraq kütləvi surətdə dəyişmə, adların dəyişdirilməsi, toponimlərin dəyişdirilməsi aparılıb. Bu məsələ ilə bağlı mənim həmkarım Nazim Mustafanın və İbrahim Bayramovun Həqiqətin Onomastikası kitabında çox genişliyi ilə öz əksini tapıb. Və onu da qeyd edeyim ki, mənim həmkarım Nazim Mustafa bu məsələyə hələ 93-cü ildə ilk dəfə müraciət edib və onu da nəşr edib. Bugün cənab prezident Qərbi Azərbaycana qayıdış məsələsinin əsas prioritet kimi müəyyənləşdirir. Mən həmin məsələyə gəlirəm. Məsələ burasındadır ki, cənab prezidentin istər ana tərəfdən, istər ata tərəfdən Qərbi Azərbaycanla bağlı insanlardır. O insanlar erməni təcavüzünün qurbanları olub. İstər Əziz Əliyevin ailəsi, istər Əliza Əliyevin ailəsi erməni faşizminin zərbələrinə, təcavüzünə məruz qalıb. Təsəvvürə gətirin, demək, Ulu Öndərimizin anası İzzət xanımın 7 qardaşının başını kəsiblər Zəngəzurda. Atasının başını kəsiblər. Əliza kişinin 3 qardaşını qətlə yetiriblər. Yaxşı, bu Azərbaycan xalqının nümayəndəsi olan Türk əsilli, bilirsiniz, çox uzun və qədim bir şəcərəyə malik bir ailə. Onlara qəsd ediblər, təcavüz ediblər, soyqırıma məruz qalıblar. Və bütün bunlar hamısı təbii ki, bizə əsas verir ki, o torpaq bizimdir. Və cənab prezidentin öz ad günündə dekabrın 24-də, 22-ci ildə Qərbi Azərbaycan icmasına gələrək orada biz, Qərbi Azərbaycan bizim əcdadlarımızın yurdudur, ata-babalarımızın yurdudur və biz ora qayıtmalıyıq. Bu təsadüfi xarakter daşımır. Bir dövlətin başçısı kimi, həm də bir sadə insan kimi öz haqqını tələb edir. Doğrudur. Bu Azərbaycan xalqının bütün istəklərinə demək, cavab verən bir konsepsiyadır. Ona görə də bu məsələni Tarix İnstitutunda yaradılan Qərbi Azərbaycan şöbəsi, hansı ki, biz burada çalışırıq, mənim həmkarlarım mən dəvət etmişəm və bu məsələni biz bütün genişliyini araşdırırıq. Və bu məsələdə mən də xüsusi olaraq bizim çox samballı bir demək, ictimai təşkilatımız var, qeyri-hökumət təşkilatı, Strateji Kommunikasiyalar Mərkəzi. Biz onlarla bir yerdə keçən ilin dekabrın 29-unda 16 katalogdan ibarət bütün Qərbi Azərbaycan üzrə ümumi səhifələrinin sayı 5000 səhifəyə çatan həmin topluluğunu nəşr etdik. Virtual Qərbi Azərbaycan ensiklopedik toplusu. Burada hər şey var. Burada İrəvan şəhəri, Cümrü şəhəri, bütün ərazi inzibati bölgələri, onların adlarının dəyişdirilməsi, orada olan, təsəvvürə getirin, 1192 kənd haqqında bütün müfəssəl məlumatlar orada yerləşdirilib. Xəritələr tərtib olunub, ərazi inzibati bölgüsünün xəritələridir. O cümlədən ermənilərin köçürülməsi, yerləşdirilməsi xəritəsi, etnoqrafik xəritələr, üstəgəl, demək, ermənilərin Çar Rusiyası və Sovet Rusiyasının əli ilə Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətləri, etnik təmizləmə və deportasiya məsələləri bütün genişliyini orada öz əksini tapıb. Biz Qərbi Azərbaycan Tarixi Şöbəsi və o cümlədən Strateji Kommunikasiyalar Mərkəzi ilə bir yerdə bunu çox yüksək səviyyədə redaktə olunub. Biz planlaşdırmışıq, bunların sayını çatdıraq 25 katalog. Və burada elmi prinsiplər əsasında, real faktlar, sənədlər əsasında
və ermənilərin hansı ölkələrdən, nə zaman, nə vaxt köçürülməsi, yerləşdirilməsi və bu xəritədə rənglərlə o əhalinin etnik tərkibinin dəyişdirilməsi məsələsi öz əksini tapıb. Buna görə də Qərbi Azərbaycan məsələsi cənab prezidentin istər daxili siyasətində, istər beynəlxalq siyasətində, xarici siyasətində demək ən mühüm yer tutan məsələlərdən biridir. Çünki bu bizim tarixi torpağımızdır. Cənab prezidentin qoyduğu, irəli sürdüyü qayıdış konsepsiyasında bu məsələlər öz əksini tapıb. Amma biz onlara həmişə insanlığa sülh şüarı ilə müraciət edən və sülhə öz böyük töhfəsini verən bir millət, bir xalq olaraq biz onlara deyirik ki, biz sizə bu ərazilərə tankla yox, biz öz maşınlarımızla, öz ayağımızla gələcəyik. Çünki bu bizim ata-baba yurdumuzdur. İndi təsəvvürə gətirin, 717 ad toponim dəyişdirilib. Özü bir neçə dəfə dəyişdirilib. Qərbi Azərbaycan icmasının bu istiqamətdə fəaliyyəti təqdirə layiqdir. Bir çox beynəlxalq səviyyədə ən möhtəbər beynəlxalq ali orqan olan BMT-yə Qərbi Azərbaycan tərəfindən ünvanlanan müraciətlər, bəyanatlar həmin təşkilatın rəsmi sənədi kimi qəbul olunub. O bizim demək illik hesabatlarda da bu məsələlər öz əksini tapıb. Amma məsələnin maraqlı tərəfi budur ki, diqqəti cəlb edən məqam. Çünki mən bundan bir neçə dəfə rastlaşmışam. Ermənilər öz tarixlərini yazırlar ki, erməni xalqının tarixi. Hətta mən 2007-ci ildə iyun ayının 23-də Kiyevdə keçirilən MDB ölkələri Tarix İnstitutunun rəhbərlərinin müşavirəsində mən ermənilərə müraciət elədim. Biz yazırıq Azərbaycan tarixi, Rusiya tarixi, yaxud Gürcistan tarixi, Özbəkistan tarixi. Siz niyə yazırsınız erməni xalqının tarixi? Deməli, sizin torpağınız yoxdur, vətəniniz yoxdur. Torpağı olan tarixini yaza bilər. Amma siz yazırsınız erməni xalqının tarixi. Dünyanın ən azı 60 ölkəsində, hər birində 10 mindən nəfərdən az olmayaraq ermənilər yaşayır. Belə çıxır ki, bütün yer kürəsi ermənilərə məxsusdur. Məsələnin maraqlı tərəfi odur ki, biz bu məsələlərə yanaşarkən sırf elmi əsaslar müstəfisindən yanaşırıq. Sənədlər əsasında, mənbələr əsasında, təksib edilməz mənbələr əsasında. Məsələn, bizim Milli Elmlər Akademiyasının 80 illik yubileyində cənab prezident bu məsələyə bir daha toxundu. Xüsusilə o adlar məsələsində, xüsusilə Göyçə gölünün adı ilə bağlı. Bizim əlimizdə kifayət qədər sayda xəritələr var ki, hansı ki onu bizim müəlliflər tərtib etməyib. Orada bir mənalı şəkildə, məsələn, 1826-28-ci illər hərbi əməliyyatlar, hansı ki, İrəvan xanlığı işğal olunub. Orada Ruslar tərəfindən hərbi əməliyyatların xəritəsi Göyçə gölünün üstündə Göyçə gölü yazılıb. Amma bir Mirikyanc və onun dırnaq içində salahdaşları yazırlar ki, demək, Prezident İlham Əliyevin Göyçə gölünə bağlı iddialarının heç bir əsası yoxdur. Yalançı özləridir. Saxtakar özləridir. Bilirsiniz, saxtalaşdırmaq bunların adətidir. Bir faktıdır deyəcəm. Demək, Ermənistanda Sovet hakimiyyətinin qurulması. Əslində baxanda daşnaqlarla bolşeviklərin bir-birindən ad fərqi var. Ad fərqi var. Onların hərəkətləri mahiyyət etibarilə eyni məqsədidir. Demək, güya Ermənistanda Sovet hakimiyyəti qurulub noyabr ayının 29-da. Rəsmən elan ediblər. Amma bu gözlərin içinə qədər yalandır. Çünki 11-ci ordu gəldi Kərvansarada. Adını dəyişdirib qoyublar İcivan. Həmin yerdə dayandı. Yalnız İrəvana bunlar daxil oldu 1920-ci il dekabrın 4-də. Necə olur? Siz elan edirsiniz ki, noyabrın 29-da Ermənistanda Sovet hakimiyyəti qurulub. Xeyr, bunu quran Sovet Rusiyası idi. Bilirsinizmi? Hər şeyi necə var, elə demək lazımdır. Millətimizə, xalqımıza, bütün dünyada yaşayan soydaşlarımıza həqiqət necədir?
elə təqdim etmək lazımdır. Bəli, ona görə də cənab prezidentin bu məsələyə yanaşması tarixi həqiqətin zəfər çalmasını aparır. Azərbaycan Milli Elmlər Akademiyası bu sahədə çox böyük işlər görür. Beynəlxalq konfranslar, tədbirlər. Şübhəsiz elədir. Məsələn, hər dəfə keçirilən, çünki burada demək, rəissiyyət heyəti nəzdində Qərbi Azərbaycanla bağlı əlaqələndirmə şurası yaranıb. Və biz Elmlər Akademiyasında əsas tədqiqat demək, müəssisəsi kimi, elmi müəssisəsi kimi Tarix və Etnologiya İnstitutunda təşkil olunan Qərbi Azərbaycan Tarix şöbəsidir. Biz artıq demək, Qərbi Azərbaycanın tarixi coğrafiyası, monoqrafiyasını başa çatdırmışıq. Şöbə 3 ildə yaranıb. Amma artıq bizim bir möhtəşəm monoqrafiyamız hazırdır. Onun texniki demək, tərəfləri var, onu tərtib edib fevralın 20-sinə qədər biz təqdim edəcəyik çapa. Bu xəritələrindən bir yerdə. Əlavə olaraq bizim planımızda həm də strateji kommunikasiya mərkəzi ilə bir yerdə xəritələr hansı ki, orada bütün toponimlər Azərbaycan dilində verilib, amma müəllifləri biz deyilik. Bunu ruslar, ingilislər, fransızlar, almanlar, onlar tərtib edib. Real mənzərə necədir? Cənab prezidentin çağırışına cavab olaraq. Ona görə də istər tarixi nöqteyi nəzərdən, istər demək, beynəlxalq hüquq nöqteyi nəzərdən yanaşanda həqiqət bizim tərəfdədir. Və bizim oturmağa haqqımız var, hüququmuz var. Mən çıxışımın giriş hissəsində söylədim. Azərbaycan xalqına qarşı bütün istiqamətlərdə ən ağır cinayət, soyqırım cinayəti törədib. Bu bizim mədəniyyətimizə aiddir. Bu bizim millətimizin özünə fiziki nöqteyi nəzərdən aiddir. Bütün sahələri götürsəniz bu belədir. Amma bununla bərabər biz bütün bu məsələləri tədqiq edərkən, məsələn biz mixi yazılara müraciət etdik. Azərbaycanda mixi yazıları bilən 2 nəfər var. Onlar bizim institutda çalışırlar, mən onlara müraciət etmişəm. Və onlar da mənə çox samballı dəlillərə əsaslanan materiallar veriblər. Biz indi həmin tarixi coğrafiya, Qərbi Azərbaycanın tarixi coğrafiyasında bunu nəşr edəcəyik. Xəritələrlə bir yerdə. İndi onda görüm, ermənilər və onların himayədarları buna nə deyəcək? Çünki deməyə sözlərə, onlara bir yer qoymamışıq ki, söz desinlər. Amma yenə deyirəm, bu məsələlərin televiziyalarda işıqlandırılmasına çox böyük ehtiyac var. Əsas məsələ o torpağa qayıtmaq və tarixi ədaləti bərpa etməkdən gedir söhbət. Haqq, ədalət bizim tərəfimizdədir. Təşəkkür edirəm Cəbir müəllim. Çox sağ olun müsahibəyə görə. Buyurun, buyurun.